İsə 21-ci dərsin mətn və tapşırıqlarına keçək. Ət-tullabu keyfə halukə ya ustazənə, tələbələr necəsiz ey müəllimimiz və ya halın necədir ey müəllimimiz. Və burada ustazənə sözü gördüyümüz kimi burada nasb halındadır. Yəni əslində ustazunə olmalıydı və sadəcə ya xitab ədatından sonra izafə tərkibli söz birləşməsi, yəni gəldiyindən, yəni munədə xitab olunan izafə tərkibli söz olduğundan birinci tərəf olan ustaz nasb halında olmuşdur. Və bu səbəbdən də ya ustazənə ey müəllimimiz olmuşdur. Bi xeyrin yaxşıyam. Yəni burada əslində ənə bi xeyrin və sadəcə burada söhbət birinci şəxsdən getdiyi məlum olduğundan artıq ənəni qeyd etməmək də olar. Ənə bi xeyrin əslində belədir və sadəcə qısa olaraq bi xeyrin. Və burada ənə mübtədadır və mübtəda məlum olduğundan danışıq əsnasında pozulmuşdur. Yaxşıyam. Əhmədullahə, Allaha həmd edirəm və bu əhmədu, həmidə, yəhmədu fiilinin birinci şəxs tək formasıdır. Əhmədullahə və əşkuruhu, Allaha həmd edir və ona şükr edirəm. Və əşkuruhu da şəkara, yəşkuru fiilinin birinci şəxs təkidir. Ənə mə ərə Hərunə, mən Harunu görmürəm. Ələm yəhdur, o iştirak etmədimi? Və burada gördüyünüz gibi ləm ədatı yahduru fiilinə daxil olub, indiki zaman fiilinə və onu cəzm edib gördüyümüz kimi və keçmiş zamanda demək inkar edib, yəni əmə hədara, yəni bu mənası bu eynidir. Ələm yahdur, əmə hədara eynidir. Ət-tullabu tələbələr, nəəm, innəhu ləm yahduril yevmə. Bəli, o bugün gəlmədi. Yəni əslində ləm yahdur cəzm edib və sadəcə əl artiklından əvvəl sukun gəldiyindən köməkçi hərəkə olan kəsrə ilə kəsrələnib. Bəli, o bugün gəlmədi. Və burada sual cümləsi, inkar sual cümləsi olduğundan nəəm ədatı ilə cavab verilib. Əl-müdərrisu məlim və əynə asdiqauhu sələsətu. Bəs onun üç dostu haradadırlar? Ət-tullabu hum eydan ləm yahduru. Onlar da həmçinin gəlmədilər. Və burada gördüyünüz yenə də ləm ədatı yahdurunə əslində burada nun olmalıydı. Yahdurunə sadəcə ləm ədatı deməli cəzm etdiyindən və cəzm raf əlaməti olan nun düşmüşdür. Əvəzinə isə əlif əlavə olunmuşdur. Hum eydan ləm yahduru. Onlar da həmçinin iştirak etməyiblər. Əl-müdərrisu müəllim ətə'rifunə eynə zəhəbu. Bilirsinizmi hara gediblər? Əhədut-tullabi tələbələrdən biri. Əzunnu ennəhum zəhəbu iləl-mətari listiqbəli rəisihimulləzi yə'til yevmə iləl-mədinətil munəvvərati liziyarati məscidir Rasuli sallallahu aleyhi və səlləmə. Tələbələrdən biri deyir ki, zənn edirəm ki, onlar aeroporta gediblər. Listiqbəl, istiqbəl sözü istəqbələ fiilinin məsləridir, qarşılamaq deməkdir. Öz və raisihim, raisum sözünün hum şəxs əvəzinə izafə formasıdır. Söz birləşməsidir. Yəni, öz dövlət və raisun sözü dövlət başçısı mənasındadır. Öz dövlət başçılarını qarşılamaq üçün və ya aeroporta gediblər ki, öz dövlət başçılarını qarşılasınlar. Hansı ki, yəni hərfi tərcümə etsək, bugün Mədinə Mədinəyə Peyğəmbər məscidini sallallahu aleyhi və səlləm ziyarət üçün Mədinəyə gəlir. Amma mənaca tərcüməsi isə zənn edirəm ki, onlar aeroporta gediblər ki, bugün
Peyğəmbər məscidini sallallahu aleyhi və səlləm ziyarət etmək üçün Mədinəyə gələn dövlət başçılarını qarşılasınlar. Və bildiyimiz kimi əlləzi, yəni nisbi əvəzlikdən sonra gələn feili cümlə, feili sifət kimi, an, ən kimi tərcümə olunur. Və mənası bugün Peyğəmbər məscidini ziyarət etmək üçün Mədinəyə gələn dövlət başçılarını qarşılamaq üçün. Əl-müdərrisu Əkətəbtumul vacibati ya əbnai Əkətəbtumul vacibati ya əbnai Tapşırıqları yazmısınızmı ey oğullarım? Ət-tullabu tələbələr Nəam kətəbnə Bəli yazmışıq. Aliyyun Ənə ləm əktub Mən yazmamışam. Əl-müdərrisu Limə ləm təktub ya buneyyə Ey əziz oğlum, nə üçün yazmamısan? Liənnəni ləm əfhəmid dərsə Çünki mən dərsi başa düşməmişəm. Və burada ləmdən sonra əslində feil cəzm olunub və sadəcə əl artiklı gəldiyinə görə köməkçi hərəkə ilə hərəkələnib. Çünki mən dərsi başa düşmədim. Əl-müdərrisu müəllim Məlləzi ləm təfhəmuhu fid-dərsi Dərsdə başa düşmədiyin nədir? Aliyyun ləm əfhəmil fərqa beynəl cümlətil ismiyyəti vəl cümlətil fi'liyyəti Mən feili cümlə ilə ismi cümlə arasında fərqi başa düşmədim. Abbasun Kəsirun minət-tullabi ləm yəfhəmu həzə Tələbələrdən çoxu bunu başa düşməyib. Əl-Həsən Həsən Səəltu əxəvətilləi yədrusnə fil mədrasəti thənəviyyəti ən həzə və ləm ya'rifnə Orta məktəbdə, 11-lik məktəbdə oxuyan bacılarımdan bu barədə soruşdum və ləm ya'rifnə və bilmədilər. Və burada əlləzi nisbi əvəzliyinin qadın cinsinin cəmi üçün əlləti əvvəl öyrəndiyimiz, yəni əllətinin demək başqa formasıdır. Və burada əlləti nisbi əvəzliyi həmçinin əlləti kimi də yazıla bilər. Və gördüyünüz burada tənə yazılıb və bu tə burada həmzə ilə də demək əvəz oluna bilər. Və əlləti bərabərdir əlləi, yəni eyni demək mənanı verirlər. Mənası hansılar ki, yəni hərfi tərcümə etsək. Səəltu əxəvətilləi yədrusnə fil mədrasəti thənəviyyəti ən həzə və ləm ya'rifnə Orta məktəbdə, yəni 11-lik məktəbdə oxuyan bacılarımdan bu barədə soruşdum, bilmədilər. Əl-müdərrisu Səəşrahu ləkum həzəd dərsə mərrətən uxrəl-ənə İndi bu dərsi sizə bir daha şərh edəcəyəm. İsmə'u, dinləyin. Əl-cümlətul ismiyyətu hiyəl cümlətulləti əvvəluhə ismun. İsmi cümlə o cümlədir ki, onun əvvəli isimdir. Nəhvu, məsələn, əs-səyyəratu cəmilətun, maşın gözəldir. Həmidun məridun, həmid xəstədir. Əminətu müctəhidətun, əminə çalışqandır. Fəkullu cümlətin min hədihil cüməli əvvəluhə ismun. Bu cümlələrdən hər bir cümlədə cümlənin əvvəli isimdir. Və huvəl mübtədəu və o mübtədadır. Yəni bu əvvəlində olan isim mübtədadır.
Vel-cüz'u s-sani huvel haberu. İkinci hissə, yəni cümlənin ikinci hissəsi xəbərdir. El-mubtədəu vel-xəbəru mərfu'ani. Mübtəda və xəbər hər ikisi raf halında, mərfu halda olur. Əfəhimtum, başa düşdünüzmü? Ət-tullab, tələbələr. Nəam, fəhimnahu ceyyidən. Bəli, onu yaxşı başa düşdük. Abbasun, Abbas. Ənə ləmmə əfhəm. Mən hələ başa düşməmişəm. Və biz öyrəndik ki, bu dərsdə həmçinin ləmmə, ləmdən fərqli olaraq hələ mənasını verir. Yəni, hələ mə mənasını verir. Və fərq ondan ibarətdir ki, ləm ədatı ilə inkar olunan feil, ləm ədatı feili qəti şəkildə, yəni keçmiş zamanda inkar edir, amma ləmmə ədatı isə feili danışan vaxta kimi, momentə kimi inkar edir və danışan vaxtdan, momentdən sonra baş verməsi ehtimal olunur. Mən hələ başa düşməmişəm. Qultə dedin ki, innəl mubtədəə vəl-xəbərə mərfu'ani. Dedin ki, mübtəda və xəbər adlıq haldadır. Fəmə mə'nəl mərfu'i. Mərfu sözünün mənası nədir? Əl-müdərrisu, müəllim. Əl-mərfu'u huvəl-ismu'l-ləzi fi əxirihi dammətun. Əl-mərfu, yəni mərfu isim, yəni adlıq halda olan isim, sonunda damma olan isimdir. Nəhvu, məsələn, əl-müdərrisu, əl-kitabu, əl-bəbu. Məsələn, kitab, müəllim, kitab və qapı. Abbasun, əl-ənə fəhimtu, indi başa düşdüm. Əl-müdərrisu, müəllim. Əmməl-cümlətul fi'liyyətu fəhiyyəl-cümlətul-ləti əvvəluhə fi'lun. Feili cümləyə gəlincə isə o, əvvəlində feil olan, ya əvvəli feillə başlayan cümlədir. Nəhvu, məsələn, dəxaləl müdərrisu, müəllim daxil oldu. Qaləl müdiru, müdir dedi. Yəktubut talibu, tələbə yazır. Fəfi kulli cümlətin min həzihil cüməli kəlimətəni. Bu cümlələrin hər birində iki söz var. Əl-kəlimətul ulə fi'lun. Birinci söz feildir. Vəl-kəlimətus saniyyətu ismun. İkinci söz isə isimdir. Və həzəl ismu'l-ləzi yəti ba'dəl fi'l ismuhu əl-fa'ilu. Feildən sonra gələn ismin adı faildir. Əl-fa'ilu mərfu'un. Fail adlıq halda olur. Əfəhimtum, başa düşdünüzmü? Nəam, fəhimnə vəlhamdülillah. Bəli, başa düşdük, Allaha həmd olsun. Aliyyun, Əli. Ya ustazu, qultə qablə yevmeyni innəl kəlimətə thəlâthətu aqsəmin. Mə hiyə ənə nəsituhə. Ey müəllim, 2 gün öncə dedin ki, sözün 3 növü var. Onlar hansılardır? Mən unutmuşam. Əl-müdərrisu, mən ya'rifu həzə. Bunu kim bilir? Həşimun, ənə, mən. Yəni, mən bilirəm. Əqsamul kəliməti əl-ismu vəl-fi'lu vəl-hərfu. Sözün növləri isim, feil və hərfdir. Əl-müdərrisu, Həti misələn li kulli vahidin minhə ya Amru. Ey Amr, bunların hər birinə aid misal gətir. Amrun. Əl-ismu nəhvu kitabun və qələmun və talibun və rəculun və müdərrisun. İsmə misal kitab, qələm, tələbə, kişi və müəllim. Vəl-fi'lu nəhvu fiilə misal xaracə və səcədə və yəclisu və yəğsilu vəqtub və qra. Xaracə çıxdı, səcədə səcdə etdi və yəclisu oturur və yəğsilu yuyur, vəqtub
yaz, vaqra, oxu. Vəl-harfu nəhvu, hərfə misal, fi, və ilə, və min, və nə'am, və lə, və lən, və ləm, və sinu kəmə fi səəkulu. Hərfə misal isə fi hərfu cəri, da mənasını verən, ilə, aə, yayə mənasını verən, ilə hərfu cəri, min, dandən, və nə'am cavab ədatı, və lə həmçində inkar ədatı, və lən qəti gələcək zamanda inkar bildirən ədat, və ləm bugün öyrəndiyimiz indiki zaman fiilini keçmiş zamanda inkar edən ləm ədatı və həmçində səəkulu fiilindəki sin kimi. Əhsəntə ya Amru, əhsən sənə ey Amr. İstərihu qalilən, biraz dincəlin. İstərihu dincəlin deməkdir. Qalilən də biraz. Nəbdə'ud dərsəl cədidə fil hissatil qadiməti. Növbəti dərsdə, növbəti hissədə yeni dərsi başlayacağıq. Həşimun. Ərəcə'əl mudiru min Məkkətə ya ustazu. Ey müəllim, müdir Məkkədən qayıtdımı? Əl-müdərrisu ləmmə. Hələ yox. Və burada gördüyümüz kimi ləmmə ədatı feilsiz işlənmişdir və biz bildik ki, ləm ədatından fərqli olaraq ləmmə ədatına sualda cavab verərkən feilsiz işlətmək olar. Amma ləm ədatı isə mütləq feillə işlənməlidir. Və ləmmənin mənası hələ yox, yəni ləmmə yərci'. Səyərci'u bə'də yevmeyni inşəallah. İnşəallah 2 gündən sonra qayıdacaq. Bə'də 5 dəqaiqa 5 dəqiqədən sonra ənəbdə'ud dərsəl cədidə yeni dərsə başlayaqmı? Ət-tulləbu tələbələr məhlən ya ustazu gözlə ey müəllim. Ləmmə nəktub mə kətəbtə aləs-səbburati sənin lövhəyə yazdıqlarını hələ yazmamışıq. Növbəti tapşırığımız isə mətnlə əlaqəli suallara cavab vermək bizdən tələb olunur. Birinci sual. Əynə zəhəbə Hərunu və asdiqauhu. Harun və onun dostları hara getmişdilər? Cavab. Zəhəbu iləl-matari. Aeroporta getmişdilər. Limə ləm yəktub Aliyyunil vacibati. Nə üçün Əli tapşırıqları yazmamışdı? Ləm yəktubhə liənnəhu ləm yəfhəmid dərsə. Çünki o yazmamışdı. Çünki o dərsi başa düşməmişdi. Məlləzi ləm yəfhəmhu Aliyyun. Əlinin başa düşmədiyi nə idir? Yəni, Əli nəyi başa düşməmişdi? Cavab. Ləm yəfhəmli farqa beynəl cümlətil ismiyyəti vəl cümlətil fi'liyyəti. Fiili cümlə ilə ismi cümlə arasındakı fərqi başa düşməmişdi. Əşərəhəl müdərrisud dərsə mərrətən uxra. Müəllim dərsi bir daha izah etdimi? Nəam, şərəhəhu mərrətən uxra. Bəli, onu bir daha şərh etdi. İndi isə aşağıda gələnlərə diqqət etmək bizdən tələb olunur və sonra isə verilən cümlələri oxuyub tərcümə etmək bizdən tələb olunur. Yəzhəbu gedir və yəzhəbu fiilinin əvvəlinə indiki zaman fiilidir. Ləm ədatı qoşulduqda bu zaman ləm yəzhəb gördüyümüz kimi fiilin sonundakı bu damma sukunla əvəz olunub və fiil ləm yəzhəb formasını alıb, cəzm olub. Və həmçinin məna baxımından, yəni bu fiilə təsir baxımından idi. Yəni ləm ədatı indiki zaman fiilini cəzm edir. Fiilə məna baxımından isə keçmiş zamanda inkar bildirir. Mə zəhəbə eyni mənanı verir. Yəni ləm yəzhəb getmədi mənasındadır. İndi isə verilən cümlələri oxuyub tərcümə etmək bizdən tələb olunur. Ləm əzhəb ilə suqil yevmə.
Bugün bazara getmədim. Ləm nəl'ab kuratəs-səlləti əmsi. Dünən futbol oynamadıq. Ləm nəfhəm həzəd-dərsə ceyyidən. Bu dərsi yaxşı başa düşmədik. Əradtu ən əzurəkəl-bərihətə və ləkinnə əbi ləm yəsməhli bil-xuruci leylən. Dünən səni ziyarət etmək, dünən axşam səni ziyarət etmək istədim. Və əl-bərihətu dünən axşam deməkdir. Dünən axşam səni ziyarət etmək istədim. Və ləkinnə əbi, lakin atam ləm yəsməhli bil-xuruci leylən. Atam axşam çıxmağı mənə icazə vermədi. Ləm əkul şeyən munzu yevmeyni. 2 gündən bəri heç bir şey yeməmişəm. Ələm təsma'il əzənə ya Harunu, ey Harun, azanı eşitmədinmi? Bələ, səmi'tu, bəli, eşitdim. Ləm nədrusil lüğətəl ərəbiyyətə fi bələdinə. Ölkəmizdə ərəb dilini öyrənməmişik. Ləm yəftəhil bəqqalu dükkânəhul yevmə. Baqqal dükanını bugün açmadı. Ləm əşrabil qahvətə bə'də salatil fəcri əl-yevmə. Bugün fəcr namazından sonra qəhvə içmədim. Qasəltul mənadilə və ləm əğsilil qumsanə. Dəsmalları yudum, köynəkləri isə yumadım. Növbəti tapşırıqda isə bizə suallar verilib və bu suallara ləm inkar ədatından istifadə edərək cavablandırmaq bizdən tələb olunur. Ədərastəl lüğətəl ərəbiyyətə fi bələdikə. Ölkəndə, öz ölkəndə ərəb dilini öyrənmisənmi? Ləm ədrus fi bələdi əl-lüğətəl ərəbiyyətə. Xeyr, ölkəmdə ərəb dilini öyrənməmişəm. Və ya ləm ədrusil lüğətəl ərəbiyyətə fi bələdi. Xeyr, ölkəmdə ərəb dilini öyrənməmişəm. Növbəli tapşırıq sualımız. Əkəsartə nəzzarətəl həsəniyyə Harunu. Ey Harun, Həsənin eynəyini sən sındırmısanmı? Əkəsartə nəzzarətəl həsəniyyə Harunu. Cavab. Ləm əksir nəzzarətəl həsəni. Xeyr, Həsənin eynəyini sındırmamışam. Əzəhəbtum iləl mudhəfi ya ixvanu. Muzeyə getdinizmi ey qardaşlarım? Ləm nəzəhəb iləl mudhəfi. Xeyr, muzeyə getmədik. Ədəxəltil məktəbətəl cədidətə ya Səlmə. Ey Səlmə, yeni kitabxanaya daxil olmusanmı? Cavab. Ləm ədxulhə. Xeyr, ora daxil olmamışam. Ləm ədxulhə. Əsələkəl mudiru anni. Müdür mənim barəmdə səndən soruşdumu? Ləm yəsəlnil mudiru ankə. Xeyr, müdür sənin barəndə məndən soruşmadı. Əfətəhtə nəfizətəğurfətil mudiriyyə vələdu. Ey uşaq, müdürün otağının pəncərəsini açdınmı? Ləm əftəhhə. Xeyr, onu açmamışam. Növbəti tapşırığımız isə ləmmə ədatına aid cümlələrdir və burada da sualları ləmmə ədatından, yəni hələ, yox mənasını verən ləmmə ədatından istifadə edərək əvvəlki tapşırıq kimi demək, sualları cavablandırmaq bizdən tələb olunur. Və ilk növbədə
Ləmmə aid misal verilib. Ləmmə əktub, yəni hələ yazmadım. Ləm əktub bə'du, yəni bə'du hələ mənasını verir. Yəni hələ yazmamışam. Mə'nəhumə mə kətəbtu iləl-ənə, yəni indiyə kimi, danışan vaxta kimi yazmamışam deməkdir. Əfəhimti dərsə yə Zeynəbu, ey Zeynəb, dərsi başa düşdünmü? Ləmmə əfhəmhu, xeyr, hələ onu başa düşməmişəm. Ərəcəə əbukə min Diməşqa yə Öməru, atan Dəməşqdən qayıtdı mı, ey Ömər? Ləmmə yərci' əbi min Diməşqa, xeyr, atam Dəməşqdən hələ qayıtmayıb. Ədəxələl müdərrisul faslə, müəllim sinifə daxil oldu mu? Ləmmə yədxulil müdərrisul faslə, xeyr, müəllim sinifə hələ daxil olmayıb. Və ləmmə yədxul əl artiklına görə köməkçi hərəkə ilə keçilir. Əkətəbtumul vacibəti yə ixvanu, ey qardaşlarım, tapşırıqları yazmısınızmı? Ləmmə nəktubil vacibəti, xeyr, biz tapşırıqları hələ yazmamışıq. Ləmmə nəktub və köməkçi hərəkə ilə keçəcək. Ləmmə nəktubil vacibəti, xeyr, tapşırıqları hələ yazmamışıq. Əqara'nə dərsə rabi'ə, dördüncü dərsi oxumuşuq mu? Ləmmə nəqra'hu, xeyr, onu hələ oxumamışıq. Əğasəlti qumsani yə ummi, ey ana, köynəklərimi yumusam mı? Ləmmə əğsilhu, xeyr, onları hələ yumamışam. Və burada qumsan cəm olduğundan ləmmə əğsilhə, xeyr, onları hələ yumamışam. Əzəhəbə zəmilukə ilə taifi yə Aliyyü, ey Əli, yoldaşın Taifə getdi mi? Və Taif şəhər adıdır. Ləmmə yəzhəb zəmili ilə taifi, xeyr, yoldaşım Taifə hələ getməyib. Və burada bizə bildirilir ki, yəcuzu həzfu mənfiyyi ləmmə, yəni ləmmə ədatından sonra gələn inkar olunan fiili pozulması caizdir, icazəlidir. Fəyumkinul iktifəu biləmmə fəqat fi cəvabi ərəcəə əbukə, və yalnız ləmmə ilə cavabda, yəni məsələn, ərəcəə əbukə, atan qayıtdı mı sualına cavabında biz yalnız ləmmə ilə kifayətlənmək mümkündür. Və burada da bizə bildirilir ki, yunəbbihul müdərrisut tulləbə li darurati isti'mali ləmmə bədələn minəl kəlimətil ammiyyəti lissə. Və dialekt söz, yəni insanlar arasında dialektik olaraq işlənən lissə sözünün əvəzinə ləmmə sözünü işlətməsi zəruridir. Və bu lissə demək, insanlar arasında, yəni dialektik olaraq işlənsə də, amma ərəb dilinin qrammatikasına uyğun deyil. Fəyəqulunə fi cəvabi əkətəbtumul vacibə, tapşırığı yazmısınızmı? Ləmmə deyərək cavab verirlər. Və fi cəvabi ərannəl cərasu, zəng çalındı mı? Yenə tələbələr ləmmə deyərək cavab verirlər. İndi isə ləm və ləmmə ədatlarının indiki zaman feilinə təsirini aydın şəkildə görmək üçün cədvələ baxaq. Və burada bizə iki sütun verilib gördüyümüz kimi və bu cədvəl özü üç hissədən ibarətdir. Gördüyümüz kimi əlif, bə və həmçinin də cim. Və əlif bəndində sütunların sağ sütunda, birinci sütunda aləmətur rafi əd-dammatu. Deməli, raf əlaməti
damma olan indiki zaman feilləri verilir. Və biz ümumiyyətlə bildik ki, indiki zaman feilləri 3 cürdür. Birincisi sonu damma ilə bitən, yəni raf əlaməti damma olanlar. İkincisi raf əlaməti nun olanlar. Üçüncüsü isə hallanmayanlar və sonu sukun nə ilə bitən, deməli, indiki zaman feilləridir. Və gördüyümüz kimi, sonu damma ilə bitən feillərdə aləmətul cəzm əs-sukun, yəni cəzm əlaməti sukundur. Amma sonu aləmətul rafda nun olan feillərdə isə, raf əlaməti, adlı xal əlaməti nun olan feillərdə isə cəzm əlaməti bu nun hərfi düşüb və əvəzinə əlif əlavə olunub. Bu iki şəxsdə, əntidə isə heç bir şey əlavə olunmayıb. Amma hallanmayan feillərdə isə, yəni hunnə və entunnə feillərində isə cəzm halında yenə də heç bir dəyişiklik baş verməyib. İndi isə baxaq, huvə yəzhəbu, o gedir, huvə ləm yəzhəb, o getmədi. Hiyə təzhəbu, o gedir, hiyə ləm təzhəb, o getmədi. Əntə təzhəbu, sən gedirsən, əntə ləm təzhəb, sən getmədin. Ənə əzhəbu, mən gedirəm. Ənə ləm əzhəb, mən getmədim. Nəhnu nəzhəbu, biz gedirik. Nəhnu ləm nəzhəb, biz getmədik. Nəhnu ləm nəzhəb, biz getmədik. İndi isə keçək bə bəndinə və burada yenə də iki sütundur. Aləmətul raf'i thubutun nun, yəni raf əlaməti, adlı xal əlaməti nun hərfi olan feillər. Aləmətul cəzmi həzfuhə və cəzm əlaməti isə bu nunun düşməsidir. Və bunlar da üç şəxsdədir. Hum, əntum və ənti və həmçində daha iki feil var və gələcəkdə biz bunları öyrənəcəyik. Əntumə və humə ikilik halın şəxs vəzifələrində də bu nun deməli raf əlamətidir və cəzm və nasbda isə bu nun düşür. Hum yəzhəbunə, onlar gedirlər. Hum ləm yəzhəbu, onlar getmədilər. Əntum təzhəbunə, siz gedirsiniz. Əntum ləm təzhəbu, siz getmədiniz. Ənti təzhəbinə, sən gedirsən. Ənti ləm təzhəbi, sən getmədin. Əl-fi'lu məbniyyun aləs-sukuni və bu feillər hunnə və entunnə şəxslərində olan feillər isə sukun üzərində dəyişməzdir. Hunnə yəzhəbnə, onlar gedirlər. Hunnə ləm yəzhəbnə, onlar getmədilər. Entunnə təzhəbnə, siz gedirsiniz. Entunnə ləm təzhəbnə, siz getmədiniz. İndi isə verilən indiki zaman feillərinə, müdarə feillərinə ləm ədatını daxil edib və lazım olanı dəyişməklə ləm ədatını verilən feillərə daxil etmək bizdən tələb olunur. Əzhəbu, gedirəm. Ləm əzhəb, getmədim. Yəzhəbunə, onlar gedirlər. Ləm yəzhəbu, onlar getmədilər. Yəzhəbnə, hallanmayan dəyişməz feildir. Ləm yəzhəbnə, onlar gedirlər, onlar getmədilər. Təzhəbinə, sən gedirsən, qadın cinsində. Ləm təzhəbi, getmədin. Təzhəbu, gedirsən. Ləm təzhəb, getmədin. Təzhəbunə, gedirsiniz, siz kişi cinsində. Ləm təzhəbu, getmədiniz. Nəzhəbu, biz gedirik. Ləm nəzhəb, getmədik. Təzhəbnə, siz gedirsiniz. Ləm təzhəbnə, getmədiniz. Yəzhəbu, o gedir. Ləm yəzhəb, o getmədi. İndi isə növbəti tapşırıqda
Verilmiş cümlələrdə boşluqları münasib mudari, yəni indiki zaman feilini qoymaqla cümləni tamamlamaq tələb olunur və burada gördüyümüz kimi mudari feildən əvvəl gələn ləm və ləmmə ədatları var və bu ləm və ləmmə ədatlarını mudari feilinə təsirini də biz nəzərə almalıyıq. Yəni, münasib cəzm halında olan mudari feillərini boşluqlara qoymaqla cümlələri tamamlamalıyıq. Və feilin, cümləyə hansı feilin münasib olmasını bilmək üçün isə biz cümlənin məzmununa baxmalıyıq. Və burada gördüyümüz kimi müraciət kişi cinsinin təkinə olduğundan əl-lüğətəl ərabiyyətə ərəb dilini tədrusu feilini ləm ədatından sonra cəzm edib ələm tədrusil lüğətəl ərabiyyətə fi bələdikə yə əxi ərəb dilini ölkəndə öyrənməmisənmi ey qardaşım? İkinci cümlədə isə mən kəsərə hədihil mir'ətə yə aliyyu ey Əli, bu güzgünü kim sındırdı? Ənə ləm və birinci şəxs olduğundan ənə ləm əksirhə mən onu sındırmamışam. Üçüncü cümlədə əxarəcət tulləbu minəl fasli yə həmidu ey Həmid, tələbələr sinifdən çıxdılarmı? Lə ləm yəxrucu xeyr, onlar çıxmadılar. Qalətil müdərrisətu lil müdirəti müəllimə müdirəyə dedi. İnnə həuləid talibəti ləm yəktubnəl vacibəti həqiqətən bu tələbə qızlar tapşırıqları yazmadılar. Nəhnu ləm nəzhəb ilə hədiqatil həyvanəti əmsi biz dünən heyvanxanaya və yaxud zooparka getmədik. Kənəsət uxtiğurfətəhə və ləm təknusğurfəti bacım öz otağını süpürdü, mənim otağımı isə süpürmədi. Limə ləm və yə ixvanu gördüyümüz kimi kişi cinsinin cəminədir. Limə ləm təkulul fəvakihə yə ixvanu nə üçün meyvələrdən yemirsiniz, ey qardaşlar? Yə Səlmə, ey Səlmə və Səlmə qız adı olduğundan ikinci şəxsin müənnəs təki Yə Səlmə ələm təfhəmi mə'nə hədihil kəliməti bu sözün mənasını başa düşmədinmi? Rannəl cərasul ənə indi zəng çalındı. Və ləmmə yəxrucil müdərrisunə minəl fusuli indi zəng çalındı, müəllimlər isə hələ siniflərdən çıxmadılar. Limə ləm və yə bənətu qızlara müraciət olunur. Limə ləm təftəhnən nəvafizə yə bənəti ey qızlarım, pəncərələri niyə açmırsınız? Əl-vəziru nazir ləm yərci'il vəziru min Ləndənə nazir Londondan qayıtmadı. Növbəti tapşırığımız isə ismi cümləyə aid olan ismi cümlələrə verilib və bu cümlələrdə mübtəda ilə xəbəri ayırmaq bizdən tələb olunur. Və biz bildik ki, ismi cümlələr ismlə başlayan cümlələrdir və bu birinci isim burada mübtəda olur və mübtəda barədə verilən məlumat isə xəbər olur. Əl-mə'u qalilun su azdır. Və burada əl-mə'u mübtəda, qalilun isə xəbərdir. Suadu mümərridatun suad tibb bacısıdır. Və burada suadu mübtəda, əl-xəbəru isə mümərridatun. Əl-qahvətu bəridətun
qəhvə soyuqdur. Mübtəda əl-qəhvətu bəridətun xəbər. Ən-nucumu cəmilətun. Ulduzlar gözəldirlər. Ən-nucumu mübtəda, əl-xəbəru isə cəmilətun. Əd-duxulu məmnuun. Daxil olmaq qadağandır. Əd-duxulu mübtəda, məmnuun qadağandır xəbər. Əl-bəbu muğləqun. Qapı bağlıdır. Əl-bəbu mübtəda və muğləqun xəbər. Həşimun zəkiyyun. Haşim zəkalıdır. Həşimun mübtəda, zəkiyyun isə xəbərdir. Növbə tapşırıqda isə bizə ismi cümlə ilə feili cümləni bir-birindən ayırmaq bizdən tələb olunur. Və gördüyümüz kimi cümlələrdə eləsi var ki, feillə başlayır, eləsi var isimlə başlayır. Və biz feillə başlayan cümlələr feili cümlə olacaq deyəcəyik, isimlə başlayan cümlələrə isə ismi cümlə deyəcəyik. Xaracəl müdərrisu fi'liyyətun feili cümlədir. Əl-müdərrisu xaracə, müəllim çıxdı ismidir. Çünki burada məna eyni olsa da biri isimlə başlayıb, biri isə feillə başlayıb. Dahikəl vələdu, uşaq güldü, fi'liyyətun feilidir. Əz-zəhratu cəmilətun, gül gözəldir, ismidir. Dəxalət talibu, tələbə daxil oldu, feilidir. Allahu əkbər, Allah ən böyükdür və bu da ismi cümlədir. Növbə tapşırıqda isə bizə cümlələr verilib və bu cümlələrdə isim, feil və hərfi və ədatlar bir-birindən ayırmaq bizdən tələb olunur. Birinci cümlə: Xaracəl müdərrisu və-tullabu minəl fasli. Müəllim və tələbələr sinifdən çıxdılar. Və bu cümlədə əl-müdərrisu müəllim, ət-tullabu tələbələr və əl-fasl və sinif, bunlar isim gedir, isimdir. Xaraca feildir və bağlayıcısı və həmçinin min hərf-cəri isə bunlar hərfdir. İkinci cümlə: Səəzhəbu iləl məktəbəti bə'də dərsi. Dərsdən sonra kitabxanaya gedəcəyim. Və burada da əl-məktəbətu kitabxana, bə'də zərfi sonra və əd-dərs dərs, bunlar isim gedir. Zəhəbə feili burada feildir və hərf isə sin hərfi və ilə hərf-cəridir. Əfəhimtə dərsə yə Aliyyü, dərsi başa düşdünmü ey Əli? Və bu cümlədə və nəəm fəhimtu, bəli başa düşdüm. Bu cümlədə tə faili və həmçində tu faili, bunlar isimdir, şəxs əvəzlikləri isimdir. Əd-dərs isimdir və Aliyyun, bu da isimdir. Feil isə burada fəhimə feilidir. Hərf isə ə sual ədatı, m mimumi şəkilçisini verən sual həmzəsi, yə ey xitab ədatı və həmçində nəəm cavab ədatı, bəli cavab ədatı, bunlar hərfdir. Lə təktub bil qələmil əhməri, qırmızı qələmlə yazma. Lə təktub bil qələmil əhməri, qırmızı qələmlə yazma. Bu cümlədə əl-qələm və əl-əhmər, bunlar qırmızı və qələm sözləri isim gedir və biz bildiyimiz kimi ərəb dilində isim dedikdə isim anlayışı daha geniş məfhum bildirir və belə ki, Azərbaycan dilində sifət, say, əvəzliklər və zərflər, bunlar hamısı ərəb dilində isim qrupuna aiddir. Və ona görə də əhmər burada isimdir.
Təktubu, la təktub bu feildir. Ədatlar isə lə ən-nəhiyə, inkarlı əmr bildirən lə və həmçində bi hərf-u cəri, bunlar hərfdir. Ləm əğsilil mənadilə bis-sabuni, dəsmalları sabunla yumadım. Əl-mənadilu, dəsmallar və əs-sabun isimdir. Əğsil bu feildir, yumaq feili. Ləm ədatı və bi hərf-u cəri isə hərflərdir. Lən əzhəbə ilə bələdi fi utləti sayfi, yay tətilində ölkəmə getməyəcəyəm. Bələdi burada hər ikisi isimdir, həm bələd, həm yə əvəzliyi. Utlə tətil, əs-sayf yay, bunlar isim gedir. Əzhəbu feili gedirəm, bu feildir. Lən qəti gələcək zamanda inkarı bildirən lən ədatı ilə və fi hərf-u cərləri isə hərfdir. Huva yəbhəsu anil miftəhi, o açarı axtarır. Huva şəxs əvəzliyi isimdir, əl-miftəh açar, bunlar isimdir. Yəbhəsu axtarır, feildir. An isə burada hərfdir. Mə indi qələmun və lə kitabun, məndə nə kitab, nə də qələm yoxdur. İndi zərfi, hər ikisi həm yə, həm də ində, bunlar isimdir. Qələmun və kitabun, qələm və kitab isimdir. Feil burada yoxdur bu cümlədə. Hərf isə mə, inkar ədatı, va bağlayıcısı və həmçinin lə, inkar ədatı, bunlar hərfdir. Ənə talibun, mən tələbəyəm. Ənə talibun, hər ikisi isimdir. Feil və hərf isə burada yoxdur. Növbəti tapşırığımız isə bizə əlləi və əlləti nisbi əvəzliklərinin hər iki formada gəlməsinə aid bizə cümlə verilib. Yəni, əlləi və əlləti nisbi əvəzliklə hər ikisi qadın cinsinin cəmini bildirən nisbi əvəzlikdir. Hansılar ki, mənasını verir. Və məsələn, ət-talibətulləti və ya əlləi xaracnə minəl faslil ənə minəl Filippini. İndicə sinifdən çıxan tələbə qızlar Filippindəndirlər. Növbəti tapşırığımız isə bizim qalə, qamə, zəra və həmçində bu kimi olan boş feillər adlanır bunlar və ikinci hərfi əlif olan feillərə aiddir. Və bu feillər barədə biz inşallah bu kitabın 27-ci dərsində daha ətraflı öyrənəcəyik. Və bu feillər iki cürdür. İndiki zamanda deməli, yə hərfinə çevrilən, yəni indiki zaman formasında bu əlifi yəyə çevrilən boş feillər və həmçində indiki zamanda vav hərfinə çevrilən, deməli, boş feillər. Və indiki zamanda yə hərfinə çevrilən və ya əlif olaraq qalan boş feillərdə keçmiş zamanda hallanarkən birinci kök hərf kəsrələşir, amma indiki zamanda qalə feilinin indiki zamanı yəquludur, gördüyümüz kimi. Və burada gördüyümüz kimi bu əlif hərfi vav hərfinə çevrilib. Və bu səbəbdən burada keçmiş zamanda və bu keçmiş zaman hərfi, keçmiş zamanda birinci kök hərfi yenə damma olaraq qalmışdır. Həmidun qalə, əntə qultə, ənə qultu, nəhnu qulnə. Həmid dedi, sən dedin, mən dedim, biz dedik. Həmidun qamə və qamən də indiki zamanı yəqumudur. Yəqumu.
Və bu səbəbdən də yenə də burada gördüyümüz kimi keçmiş zamanda dammalı olacaq. Əntə qumtə, sən qalxdın. Həmid qalxdı, sən qalxdın. Ənə qumtu, mən qalxdım. Nəhnu qumnə, biz qalxdıq. Və həmçinin zəra fiili də indiki zamanda yəzuru olur. Və bu səbəbdən də keçmiş zamanda da bu eyni qayda olaraq yuxarıdakı kimi əntə zurtə, sən ziyarət etdin. Ənə zurtu, mən ziyarət etdim. Nəhnu zurnə, biz ziyarət etdik. Nəhayət 21-ci dərsdə gələn yeni sözlər barədə istiqbəlun, qarşılamaq, raisun, rəis və ya dövlət başçısı, cəmi, ruəsəu, fərqun, fərq, cəmi, furuqun, misəlun, nümunə, cəmi, əmsilətun, məhlən, gözlə, qismun, qisim, cəmi, əqsəmun, əd-dammətu, damma, əl-fəthətu, fəthə, əl-kəsratu, kəsrə, hədara, yəhduru, iştirak etmək, istərih, istirahət et, əmr formasıdır, cəmi, istərihu, istirahət edin, ətə, yəti, gəlmək.